Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka Ateliyəsində biri-birindən maraqlı mövzularla dərslərimiz öz axarında davam edir. Bugünkü dərsimizdə sizlərə çox maraqlı bir mövzu ilə gəlmişəm. Ümumiyyətlə, biz keçən dərslərimizdə sizinlə geyimlərin bəzədilmə üsulları ilə tanış olduq. Bugünkü üsulumuz isə geyimin muncuqlarla bəzədilmə texnologiyasıdır. Ümumiyyətlə, istər peşəkar dərzi olun, istərsə də sadəcə əl işlərinizə marağınız olsun, bu dərs hər biriniz üçün çox maraqlı olacaq. Elə isə gəlin vaxt keçirtmədən başlayaq dərsimizin əsas hissəsinə. Dəyərli müəllimlər, ümumiyyətlə, muncuqla işləmək geyimi yalnız gözəlləşdirmir. Ona həm fərdi, həm də yaradıcı xarakter verir. Ən sadə bir koftanı belə muncuqla, daşlarla zərif bir dəb nümunəsinə çevirmək mümkündür. Təbii ki, burada da bizim öz zövqümüz, yaradıcılığımız öz sözün demiş olacaq. Və bu üsullar həm gündəlik geyimlərdə, həm də ziyafət libaslarında geniş istifadə olunur ki, bunlar da yəni öz növbəsində müxtəlif muncuq növlərindən istifadə olunaraq hazırlanır. İndi isə gəlin həmin muncuq növləri ilə tanış olaq və bilirik ki, biz muncuqlar formaları, materialları, istifadəsi çox müxtəlifdir və istifadə sahələri də müxtəlifdir. Elə bu nəzərdən də bizdə istifadə etdiyimiz muncuq növləri vardır ki, bura daxildir plasmasdır, ondan sonra stekliarusdur, şarlotkadır, delkadır, dropsdur, twindir. Bu muncuq növləri də hər biri ayrı-ayrı xüsusiyyətlərə malik olaraq müxtəlif yerlərdə istifadə olunur. Məsəl üçün, plastmas yüngül və ucuz başa gələn bir muncuq növüdür. Ən çox uşaq geyimlərində istifadə olunur. Yəni bununla yanaşı digər sahələrdə də istifadə olunur, amma ən çox istifadə sahəsi uşaq geyimləridir. Steklarusdur, uzun və şüşədən hazırlanır. Bunlar da daha çox ziyafət geyimlərində sıx istifadə olunur. Daha çox şarlotkadır. Bu da xırda və dairəvi formada hazırlanır və əsasən sıx bəzəklərdə istifadə olunur. Delka yüksək keyfiyyətli Yapon istehsalıdır. Bundan da detallı tikmələrdə istifadə olunur və drops və twin növləri vardır ki, bunlar da iki dəlikli modern formalardır. Əsasən də müasir və sənətkarlıq işlərində daha geniş istifadə olunur. Və muncuqların nömrələri ilə ölçüsü müəyyən edilir ki, burada da nömrə böyüdükcə muncuqlar kiçilir. Deməli, məsəl üçün, 11 nömrəli muncuq 8 nömrəliyə nisbətən daha xırdadır. Yəni, artan sıra ilə azalır. Belə yadda saxlayın. Ondan sonra bir də var, biz bu prosesi yerinə yetirmək üçün bizə lazım olan alət və materiallar. Bəs gəlin görək, muncuq bəzədilmə texnologiyasında bizə hansı materiallar kömək olacaq? Deməli, müəllimlər, ilk öncə iynələrimiz düzgün seçilməlidir, çox nazik, muncuğun xüsusi dəliklərindən keçəcək bir formada olmalıdır. Çünki muncuqların dəlikləri çox xırda istehsal olunur. Sapların növlərinə xüsusi diqqət yetirmək lazımdır. Burada əsasən lafsan, pambıq lafsan, kapron saplardan istifadə olunur. Əlavə materiallar kanvadır, kətan parçalardır, bunlardan istifadə olunur. Daşlara nəzər saldıqda isə burada əsasən stras, ametis və kvars daşlarından istifadə olunur. Və indi isə gəlin əsasən nəzər salaq muncuqların tikmə üsullarına. Dəyərli müəllimlər, bizə burada bir neçə tikmə üsulu verib ki, bunlarda yəni əsasən 5 tikmə üsulu var. İlk üsul iynə irəliyə tikişdir. Bu ən sadə üsuldur demək olar ki, yəni bunu hər kəs bacarır. İynəyə muncuq keçirilir və sadəcə tikilir. Bu ardıcıllıqla davam edir və sadə naxışlar üçün nəzərdə tutulub əsasən. Bir də var iynə dalı tikiş. İynə dalı tikişdə iynə qabağa və ya geri batar. Burada da əsasən muncuqlar sıra ilə düzülür və bu proseslə də gedişat davam edir. Daha sonra gəlir stebel tikişi. Stebel tikişində də əsasən 2 muncuqdan ibarətdir. İynə muncuqların arasından keçərək möhkəmləndirilir və bu ardıcıllıqla davam edir. Sonra var aros tikişi. Aros tikişi də həm də geriyə tikiş adlandırılır. Burada da 2-4 muncuqdan istifadə olunur və daha sıx, naxışlı bəzəklər üçün nəzərdə tutulmuşdur. Ən sonda isə kilsə tikişini veribdir. Kilsə tikişi də diaqonal düzülür. Vizual effektləri yəni əsasən
çox maraqlı bir görünüş yaradır. Və bir də onu qeyd edim ki, müəllimlər, yəni bu yaxşı olar ki, bunların həm xüsusiyyətlərinə nəzər yetirəsiniz, həm də şəkillərin göz yaddaşına vurasınız. Yəni bizə imtahanda düşünmürəm ki, onun xüsusiyyətini verərlər. Əsasən yəni indi imtahanda da görəcəksiniz. Muncuqlardan bizə dərs düşsə, onun şəkilləri düşəcək ki, məsəl üçün şəkildə hansı proses yerinə yetirilir. Yəni hansı tikmə üsuludur. Ona görə yəni mütləq şəkillərlə yadda saxlayın ki, bu iynə irəli tikişdir, aruz tikişidir, kilsə tikişidir və s. Yəni bu mövzu texnologiya dərsində də var. Texnologiya müəllimləri bilirlər. Yəni orada daha geniş məlumat verilibdi. İstədim onları da əlavə edeyim bura, amma sonradan düşündüm ki, kitabımıza nədirsə qoy, yəni o öyrənilsin, artıq beyin yorulmasın. Ondan sonra deməli müəllimlər, bu üsullar da hazırlanmış bəzəklər artıq geyimlərdə müxtəlif xüsusi görüntülər yaradır ki, bu da təbii ki, geyimimizin digər sadə geyimlərdən qat-qat, yəni üstünlüyünü biruzə verir və gözəl görünüş yaradır. Və sonda isə onu qeyd etmək istəyirəm ki, hər bir muncuq bizim yaradıcılığımızın bir hissəsidir. Yəni istər gündəlik, istər ziyafət geyimlərimiz olsun, bəzək işləri səbr və sevgi tələb edir. Təbii ki, işini sevən, işinin ustası, əlləri həmişə qızıl olur, hər yerdə yaradıcı olur. Düşünürəm ki, aramızda da illərin dərsi olan müəllimlər var ki, onların da öz əl işləri ilə daim seçilirlər. Hər birinizə bu yolda uğurlar arzulayıram müəllimlər. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənə qədər. Sağ olun müəllimlər.